Bu din kişisiz qalmayıb. Var, olub və olacaq da. Amma niyə sən bu dində kişi olmayasan? Aydındır, sən də kişi ol. Və həmçinin kişilər duran tərəfdə dur. Yönü bəlirlə. Hardasan yəni. Və hara gedirsən, kiminlə gedirsən. Çünki qardaşlar, məsələ belə deyil ki, əhl-sünnə heç vaxt tək olmayıb. Əhl-sünnə bilinən adı nədir? Əhl-sünnə və həmçinin önündə nə var? Əhl-sünnə vəl-cəmaə. Əhl-sünnə cəmaatdır. Bidət əhli firqə, bölünmə və təfriqədir qardaşlar. Daim onlara elə görərsən. Onları bir zənn edərsən, lakin qəlbləri müxtəlifdir.